Bu dəfə tarix dərsi sinif otaqlarında deyil, Şuşa qalasının qarşısında keçirilib. Ağdaşın Hüşün kənd məktəbinin şagirdləri Zəfər bayramı ərəfəsində azad olunmuş torpaqlara səfər ediblər. Onlar dərsliklərdə oxuduqları tarixi canlı şəkildə yaşayıblar. Bu unudulmaz səfər onların yaddaşında həm təcrübə, həm də qürur anı kimi həkk olunub. Hərbi geyimdə çıxış edən bu uşaqlar Ağdaşın Hüşün kəndindəki şəhid Cavanşir Şirinov adına tam orta məktəbin şagirdləridir. Onlar vətən müharibəsi və ondan sonraki dövrdə azad olunan yerlər haqqında kitablardan oxuyub dərs vəsaitlərində şəkillərini görüblər. Amma bu dəfə məqsədləri fərqlidir. Tarix dərsini Şuşada keçmək. Həsrət çəkdi, amma yenə də başı dik qaldı. Bu Şuşa səfəri hər bir dəqiqəsi, hər bir anı çox möhtəşəm və yadda qalan idi. Lakin xüsusi bunu vurğulamaq istəyirəm ki, Şuşada keçdiyimiz açıq dərs daha da maraqlı idi. Biz əsərləri, məsələn Şuşa haqqındakı məlumatları kitablardan alırdıq, kitablarda oxuyurduq. Lakin bunu canlı görmək daha da möhtəşəm bir hiss yaradır insanda. Şuşada açıq dərsimiz qayalara baxaraq, Cıdır düzündə gəzərək bunları müşahidə etdik. Və Ağdamda, Xocavənddə, Xocalıda çox maraqlı keçdi. Və inanıram ki, bu əldə etdiyimiz biliklər də bizim gələcək məktəb həyatımızda, bizim həyatımızda çox böyük rol oynayacaq. Mən periyodik dövründə bazar insan olmuşdum. Digər şagird Reyhan Paşayeva isə deyir ki, səfər zamanı öyrəndikləri bilikləri praktikada möhkəmləndirmə imkanı qazanıblar. Səfər edərkən bir çox kəndləri, şəhərləri və dağıdılmış əraziləri gördük. Bunlar bizə bir çox müxtəlif hisslər yaratmışdı. Amma ki, nə qədər hər dəqiqəmiz əvəz olunmaz, nə hər dəqiqəmiz əsrarəngiz olsa da, ən çox Cıdır düzündə açıq dərsimiz bizim üçün əvəz olunmaz oldu. Bunun səbəbi isə biz indiyə qədər öyrəndiyimiz bilikləri burada möhkəmləndirmişdik. Məktəbin dil ədəbiyyat müəllimi Əsmər Bayramova da Qarabağa ilk dəfə səfər etdiyini vurğuladı. Şuşanı gəzinti məqsədi ilə yox, daha çox onun tarixini, təbiətini, ədəbiyyatını, coğrafi mövqeyini, dərsliklərdən öyrəndiklərini canlı görsünlər, canlı hiss eləsinlər. O ruhu, o hissləri canlı yaşasınlar və yaşadıq da. Qarışıq hisslər keçirdik. Əsas məqsəd onsuz da o şagirdlərə milli kimliyi, qəhrəmanlığı, vətənə məhəbbəti gücləndirmək idi. Və elə bilirəm ki, bu bizdə alındı. Məktəb rəhbərliyinin sözlərinə görə bu təşəbbüs gələcəkdə də davam etdiriləcək. Təhsil müəssisələrində hər birimizin vəzifəsi, əsas missiyalardan biri vətənpərvər şəxsiyyətlərin formalaşmasına xidmət edən bir mühit yaratmaq, eyni zamanda da sistemli fəaliyyət qurmaq olmalıdır. Və bu fəaliyyətlər nəticəsində də bizim məktəbimizdə öz vətəninə bağlı, milli kimliyini dərk edən şagirdlər formalaşmağa başlayıb. Təbii ki, bu da mənim üçün böyük bir məsuliyyətin, həmçinin də uğurun göstəricisidir. Qeyd edək ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən fənn ayı çərçivəsində noyabr tarix aylığı elan olunub. Bu münasibətlə məktəb rəhbərliyi, müəllimlər və şagirdlərin iştirakı ilə Qarabağa səfər təşkil edilib. Rəşad Rəşidov, Tərlan Salahov, Aysən Əkbərova, İTV Xəbər, Ağdaş.